Selamünaleyküm, əzizinizi xoş gördük. Yeni bir videomuzda artıq Alpin təkəsinin keçilərin içindən aralanma vaxtı gəldi, çatdı. Daha başlayır təkəli eləməyə. Ona görə bunun keçilərin içində olan vaxtı doldu. Bu təqribən 6 aylıqdır. İndi artıq aktivləşməyə başladı. Ona görə keçilərin də bərsi təkiyə gəlmək istəyir. Amma təkiyi biz hələ qatasıyıq. Təqribən oktyabr ayının əvvəli. Ona görə artıq bunun keçilərdən aralanma vaxtı gəlib çatıbdır. Yoxsa özü təkəli eləyəsdir. Bunu gələn il qatasıyıq keçinsinə. Qismət olsa. Çünki bu il həm balacadır, həm də bu il hələbi qatacağım. Oradakı hələb təkəmizi. Bu il hələ biraz böyüsün, özünə gəlsin. Ondan sonra daha yaxşı təkəli eləyər. Bu təmiz Alpin deyil. Yəni, bunu yalandan deyim ki 100% Alpindir. Yox, bunun anası Alpin sayılan mələzi idi. Atası təmiz Alpindir. Şeydən almışam bunu. Şağandan aldıq. Şağanda ən yaxşı Alpin cinsi var. Ən belə ideal cins mən bildiyim qədər oradadır. Dədəsi həmin o cinslərdəndir. Anası da yenə oradakı o cinsin sayılan mələzidir. Bu da belə məncə pis deyil. Düzdür, biraz zəif qalmışdı, amma artıq yavaş-yavaş özünü göstərməyə başlayır. Mənim fikrimcə, əgər salamatçılıq olsa gələn ilə çox gözəl bir təkə olasıdır. Artıq təzə buraxanda bunu bir 20 gün zad əvvəl keçinsinə buraxdıq. Onda belə deyildi, onda sakit idi. Amma artıq bu təmiz fəallaşmağa başladı. Yavaş-yavaş təkəlik instinktləri coşmağa başlayır. Ona görə bunu nə edək? Artıq getsin öz dostlarının içinə. Həbs həyatı başlasın bunun təzdən. Azadlıqdaydı. Artıq həbsə getməlidir. Çünki belə getsə işləri qarışdırasıdır bu. Rəngi təzə alanda biraz daha açıq idi, amma indi şey oldu. Daha tündləşdi. Əvvəl rəngi çox açıq idi. Getdikcə daha çox Alpinə bənzəyir. Daha doğrusu artıq Alpinə bənzəyir də, yəni rəngi tam idealdır. Görək. İndi bunu yavaş-yavaş artıq getmək vaxtın çatırsan. Sən işi böyüdürsən getdikcə. İşi getdikcə böyüdürsən, belə olmaz. Bunu aparaq getsin, gəl. Gedək. Get dostlarının içinə gəl. Sən ağ elədin. Get dostlarının içinə. Get görüm. Get. Götürmək istəmir. Əvvəl keçin içinə buraxanda keçin içində durmaq istəmirdi. İndi içəri getmək istəmir. Daha gedək. Get. Görək. Yaxşı, artıq sən buynuzluyu aparaq görək. Gəl. Buradakı, sənin bunun buradakı dostları həbsdədirlər. Bu da artıq bunların içinə həbs həyatına xoş gəldi. Bunlar burada bu ilki çapışlardan qalanlardır, erkəklərdən. Bunlar yavaş-yavaş gedəsidirlər. Ətliyə, nə bilim. Damazlığa yararı burada bir dənə hələbimiz var, təmiz. Bu hələbimizin də əyağı hələ də tam şey olmadı. Nəsə bunu incidiblər. Əyağı biraz daha xısadır, əyağı yaxşı idi. O hələb mələzidir. İkinci mələzləmədir.
təkəmiz üzü təmiz qudurdu ha. Yeri tərəfə çəkim bundan. Bunlar bax, bu bizim hələbimizdir. Buna artıq bu da gedəsidir. Bunlar hamısı saynən hələb mələzlərdir. Bu Rus keçimizin balasıdır. Erkək. Anası budur. Anasının bir yerini qopdu bunu. Mastit oldu, bir yerini düşdü. Bunun anası, bu da hələbdən düşmə bala. Bunlar da bizim erkək çəpişlərin buradakı həyatları davam edir. Bunların qapısını bağlayaq, suluqluq eləməsinlər. Bu da bizim bu təkə. Təkəmizi burada zincirlə bağlamışıq. Bunun buraxılmağına hələ bir ay, təqribən bir 10 gün var. Bir ay 10 gündən sonra bu keçinsinə buraxılacaq. Onun sürgün həyatı qutarasıdır. Hələ ki sürgündə çox bərbad bir qoxusu var. Bütün buraları batırıbdır, pis günə qoyubdur. Artıq yeməkdən, içməkdən də kəsilib, təmiz beyni sönüb buna. Buna görə bir dənə yaxşı qardaldan zaten verək ki, tam özünə gəlsin, ondan sonra keçinsinə buraxaq, yoxsa zəif qalacaq. Neçə gündür biraz da zəiflədi dadı inkişaf eləməkdən.